İnsanlar ona cavab verməyə söz tapa bilməyib susdular. Qəzəbdən qıvrılan insanlar İbrahimi oda atmağa qərar verdilər. Bununla da öz ilahlarına kömək edəcəklərini güman etdilər. Meydanda odu göylərə ucalan böyük bir tonqal qalandı. Tonqalın alışması üçün hər kəs odun topladı. Sonra İbrahimi əlləri və ayaqları bağlı halda tonqalın yanına gətirdilər. Onu bir mancanağın ucuna qoydular. Bu mənzərəyə sevinclə tamaşa edən cəmaatın səs-küyü ətrafı bürüdü. Ürəyində Allaha güclü inan bəsləyən İbrahim isə sakitcə dayanmışdı. Pıçıltı ilə: Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Aləmlərin Rəbbi sənsən, deyirdi. Beləsə zalım insanlar mancanağa qoyduqları İbrahimi oda atdılar. İbrahim bu an dua edib: Allah bizə yetər, o nə gözəl qoruyandır, dedi. Rəbbi dua edən bəndəsinə cavab verdi. Onu yandırmaması üçün oda: Ey od, İbrahim üçün soyuq və zərərsiz ol, deyə əmr etdi. Elə bu an od İbrahimə zərər verməyəcək şəkildə sərin oldu. Alovun dilləri sanki güllərə çevrildi. Od İbrahimin əl-ayağına bağlanmış ipləri əritdi, özünə isə toxunmadı. Beləcə Rəbbi odu İbrahim üçün zərərsiz etdi. Tezliklə alov söndü və İbrahim sağ-salamat tonqaldan çıxdı. Bu mənzərə cəmaatı heyrətə gətirdi. Onlar utandıqlarından başlarını aşağı salıb ətrafa dağılışdılar. Zalım kəslər qalib gəlmək istəsələr də, Allah onları məğlub etdi. Ucalmaq istəsələr də, Allah onları alçatdı.